Salam dostlar, Mage baxırsınız. Bugün şəhərlərin yalnız binalardan və küçələrdən ibarət olmadığından bəhs edəcəyik. Çünki yaşadığımız şəhər bəzən bizim həyat tərzimizə, həyat tempimizə, davranışlarımıza və bəzən də düşüncə tərzimizə təsir edə bilir. Bəs belə halda şəhər bizim ritmimizə uyğunlaşır, yoxsa biz onun? Gəlin öyrənək. Studiyamızın bugünkü qonaqları urbanist, memar Gülnar xanım Əliyeva və Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Nəzrin xanım Əhmədovadır. Xoş gəlmisiniz. Xoş gördük. Gülnar xanım, biz ara-sıra tez-tez eşidirik ki, şəhərin ritminə uyğunlaşmağa çalışırıq. Ümumiyyətlə bu mifdir, yəni doğru bir fikirdir. Bir insan necə şəhərin ritminə uyğunlaşa bilər? Yoxsa bəlkə bizim tələblərimiz, istəklərimiz üzərində qurulur yeni şəhər salma planları? Əslində hər ikisi bir-birinə qarşılıqlı təsir göstərən amillərdir. Yəni həm insan şəhərə, həm də şəhər insana təsir göstərə bilir. Bunu yəqin ki, müxtəlif şəhərlərdə yaşamış insanlar daha təsdiqləyə bilərlər. Bəzi şəhərlər daha stresslidir, bəziləri daha sakit və sıxıcı. Yəni bunu bu şəkildə müşahidə eləmək olur. Necə dəyərləndirə bilərik, necə şərh eləyə bilərik? Sıxıcı və ya Bakının müxtəlif cəhətləri var, müxtəlif yönləri var və müxtəlif şəhər mühitləri var. Bu sizin hansı səmtdə, hansı bölgədə yaşadığınızdan asılıdır. Bakıda daha çox gənclər harda vaxt keçirir, Nəzrin? Daha çox parklarda deyərdim və ya antikafelər də demək olar. Amma normalda əgər təsirdən danışırıqsa, məncə də bu bir tərəfli münasibət deyil, daha dinamik münasibətdir. Çünki onsuz da mənə görə şəhərin ritmini formalaşdıran elə insanlardır. Yəni biz məsələn çox yerə tələsirik deyə, bir çox işi eyni anda görmək istəyirik deyə şəhər də elə dinamik olur. Amma eyni anda bir də görsən hiss edirsən ki, artıq sən də şəhərin ritminə doğru gedirsən. Yəni artıq onun ritminə uyursan və o ritmdə gedirsən. Ona görə məncə biz ətrafı formalaşdırırıq, daha sonra da ətraf bizə təsir göstərir artıq. Məncə bu biraz da fəsillərdən asılıdır, dərs yükündən Ola asılıdır, bilər. imtahan ərəfəsindən xüsusilə O asılıdır. düzdür. Yəni imtahan ərəfəsində harda yaşayırsan, yaşa, məncə stressli olacaqsan. Müasir şəhərdə insanı ən çox yorğun salan amil nədir? Biz dedik ki, Bakının müxtəlif səmtlərini bir-bir şərh eləyə bilərik, amma ümumilikdə Bakıdan danışsaq və ya da bəlkə bizim baxışımızdan danışmalıyıq. Bizə görə şəhəri sıxıcı eləyən nədir? Yəqin ki, gündəlik nəqliyyatda keçirdiyimiz vaxt bir A nöqtəsindən B nöqtəsinə gedərkən bu birincidir. Digər ikinci piyada yolları ola bilər. Şəhər mərkəzində piyada yolları çox gözəldir. Küçələr ümumiyyətlə memarlıq baxımından gəzəndə insana zövq verir, bir növ dincəldir. Lakin mərkəzdən uzaqlaşdıqca şəhərin müxtəlif hissələrində bu bizi artıq yora bilər. Bəzən piyada yolları ilə nəqliyyat yolları bir-birinə qarışır. Yəni bu hissədə çox yorucu bir güzərgah olur. Yəni biz burada çox yorula bilərik. Ümumiyyətlə şəhər planlamasında insanların psixologiyası nə qədər nəzərə alınır? Əslində götürəndə insanların psixologiyası %100 nəzərə alınmalıdır, təhlillər aparılmalıdır. Amma alınırmı? Bu təəssüf ki, bu qədər də asan bir məsələ deyil. Çünki bunun əsasında güclü sosioloji araşdırmalar dayanmalıdır. Yəni bayaq da vurğuladığım kimi, müxtəlif bölgələrdə müxtəlif tip sosial qruplar yaşadığına görə onların ehtiyacları birinci müəyyənləşdirilməlidir. Yəni ona əsasən də şəhər planı təkliflər ortaya çıxmalıdır və bu təkliflər vaxt aşırı olaraq yenilənməlidir. Bəlkə bizdən də rəylər alsınlar, nə bilim, bəlkə sorğu keçirmək necə bir yanaşma olar sizcə Söz-söz, şəhər məsələn, planlaması? Şəhərin Elmlər Akademiyası stansiyası ətrafı tələbələrin aktiv istifadə elədiyi bir zonadır və bu zona ətrafında aparılacaq bütün müdaxilələr, abadlaşma işləri və dəyişikliklər tələbələr başda olmaqla rəyləri nəzərə alınaraq, sorğular keçirilərək həyata keçirilməlidir. Keçirilir, yoxsa yəni ümumiyyətlə belə bir yanaşma var? Yəni sizin ixtisasınızdır deyə bilirsiniz, mən bilmirəm. Əslində belə yanaşmalar var. Şəhərlərin baş planları hazırlanmamışdan əvvəl müxtəlif statistik göstəricilərə əsaslanılır, amma bu təbii ki, daha interaktiv bir şəkildə olsa, sözsüz nəticələr daha sürətli əldə olunur və daha yaxşı təhlillər ortaya qoymaq olardı. Sözsüz ki, yaxşı da nəticələr olacaq. Nəzrin xanım, necə fikirləşirsiniz? Gənclər üçün ideal şəhər necə görünməlidir? Mənə görə Bakımız zaten ideal şəhərə yaxındır. Yəni mən bir tələbə olaraq baxıram, dostlarımla harasa çıxanda. Yəni hər cürə özümüzə bir məşğuliyyət tapa bilirik. Fəaliyyət növləri. İstəsək, bəli, parka da gedə bilərik, istəsək kafeyə də gedə bilərik, bulvarda gəzə bilərik. O baxımdan əlverişlidir, həm də bir-birlərinə yaxındır. Yəni belə məsələn bulvara çıxırıq, bulvarda kafe də var, oturmağa yer də var, dəniz kənarıdır, həm hava almaq olar. Belə ideal şəhər bəlkə universitetin evə yaxın olduğunu demək olar, amma təbii ki də bu hər zaman olmur. Çünki məsələn mən
bilirəm ki, bir çox xarici ölkələrdə də bir çox universitetlər şəhər kənarı yerləşir və bu əslində normaldır, şəhərin sıxlığını da azaldır. Sadəcə bir tələbə üçün bu niyə əlverişli olur? Çünki gediş-gəliş baxımından vaxt çox itirmirsiniz və s. Mən özüm şəhər mərkəzində və universitetdən də uzaqda qalıram. Universitet Bibeybətdə yerləşir, mən Biləcərdə qalıram. Mən də Biləcərdə. Biləcərdə qalırsınız. A və B nöqtəsinə gediş-gəliş mənim üçün də çox zaman alır. Ona görə biraz insanın özündən də asılıdır. Məsələn, o yol boyunca nə ilə məşğul olursunuz, o yolu necə keçirirsiniz? Mənə görə məsələn indiki belə intensiv həyata baxsaq, çox belə dolu keçən günləri nəzərə alsaq. Ona görə mənim üçün yol getmək müəyyən mənada öz fikirlərimlə belə baş-başa qaldığım bir dönəmdir də. Ya bir kitab oxuya bilərəm, bir plan qura bilərəm. Ona görə biraz o da asılıdır. Yəni sıxıcı keçməməsi insanın özündən də asılıdır o yolun. Nəzrin, mən bilirsiniz nə edirəm Biləcəriyə gedəndə 6-dan 8-ə ki tıxac zamanı təyin eləmişik. Yəni doğrudan da belədir. Bəli. O qədər çox nəqliyyatda, ictimai nəqliyyatda vaxt keçirməmək üçün mən 8-ə qədər işdə qalmağı seçirəm və 8-dən sonra yollar boş olanda evə gedirəm. Çünki bilirsiniz ki, yəni 20 dəqiqədə artıq Biləcərdən 28-də olursunuz və bu mənim üçün çox əlverişlidir həqiqətən. 20 dəqiqə məncə daha az bir İndi hal-hazırda 20 dəqiqə olub, təzə stansiya əlavə olunubdu ya, hardasa 18-20 dəqiqə arası Dərnəgül stansiyası da əlavə olunub ora. Yəni 18-20 dəqiqə arası artıq 28-də olursunuz. Aydındır. Ümumiyyətlə həmişə deyirlər ki, ən zəngin insan odur ki, həm iş yerinə, həm də universitetinə yaxın bir yerdə yaşayır. Doğrudan da çox haqlı bir sözdür. Müxtəlif vaxt dilimlərində biz eşidirik ki, bu tıxacların, bütün intensivliyin əsas səbəbi universitetlərin hamısının, yəni bir çoxunun Bakıda olmağıdır, paytaxtda olmağıdır. Bununla bağlı da hər il belə qərarlar eşidirik, müzakirələr eşidirik ki, universitetlər bölgələrə köçürüləcək. Bu necə bir urbanistik baxımdan necə bir çıxış yoludur? Yolda dindirsəz, güman ki, hər taksi sürücüsü bu fikri bizə deyir ki, bəli, bu olsa çox yaxşı olar. İnsanlar da bu fikrə sanki öyrəşiblər. Lakin bu həll yolu deyil. Məsələ universitetlərin şəhər mərkəzində olmağı deyil. Məsələ dərslərin hamısını demək olar ki, eyni vaxtda başlayıb, çox yaxın müddətlərdə başlayıb, çox yaxın vaxtlarda bitməyidir. Mən xaricdə təhsil almışam və mənim təhsil müddətimdə dərs proqramları bu cür təşkil olunmuşdu ki, insanlar öz şəxsi asudə vaxtına görə dərs proqramlarını seçə bilirdi. Bəzilərimiz səhər tezdən, sübh çağdan 7:30-da dərsə başlayırdıq. Bəzilərimiz günortadan sonra axşam dərslərimiz də olurdu. Ona uyğun olaraq da tələbələr işləyib kənardan yəni öz gəlirlərini də əldə edə bilirdilər. Bəlkə də biraz daha tələbələrə bu 9-da başlayaq dərsi 6-da bitirək kimisi, yəni məktəb rejimindən çıxarıb artıq onlara azad vaxtı idarə etmə qabiliyyətini də öyrədə biləcək bir dərs sistemi gətirmək daha doğru olardı. Nəinki o boyda böyük binaları, yəni infrastrukturu çölə daşımaq bu həm də böyük bir maliyyə itkisidir. Əlbəttə ki. Doğrudan yəni çox fantastik səslənir, amma həmişə bütün problemlərin çıxış yolu kimi nədənsə bunu göstərirlər. Qeyd etdiyiniz saatları seçmək bizim ADA Universitetində əslində olur, amma digər universitetlərdə təəssüf ki, yoxdur. Bəli, bu tələbəyə əslində onu öyrədir ki, artıq sən azad bir fərdsən, öz gündəlik 24 saatını özün təyin eləyə bilərsən, öz ehtiyaclarını və öncəliklərini müəyyənləşdirmək sənin əlindədir. Son olaraq siz dediniz ki, bir urbanist olaraq şəhərimizin görüntüsündən, yəni funksionallığından o qədər də razı deyilsiniz, belə başa düşürəm. Ümumiyyətlə tarixi binaları qoruyub saxlamaqla o müasirliyi necə təmin edə bilərik şəhərimizdə? Əslində razı və ya narazı olduğumu deyə bilmərəm. Yenə dediyim kimi şəhərin müxtəlif mühitləri, müxtəlif cür estetik və yaxud da funksional təklifləri var. Bu sizin şəhərin hansı hissəsində vaxt keçirdiyinizdən asılıdır. Məsələn, mən içəri şəhər zonasını çox sevirəm. Lakin siz biraz şəhərdən kənara çıxıb Keşlə bölgəsinə getsəz, yəni ki, orada asudə vaxt keçirmək istəməyəcəksiniz. Mənim deməyə çalışdığım odur ki, Keşlə də ən az şəhərin mərkəzi qədər gözəl, abad, inkişafdan ötə abad, sakit, insanların ən azından axşam saatlarını keçirə biləcəkləri yerlərə sahib olmalıdır, mühitə, məkana sahib olmalıdır. Amma iqtisadi nöqteyi nəzərdən şəhərin özündə də gənclərin sizin də qeyd etdiyiniz kimi kifayət qədər çox vaxt keçirə biləcəyi say baxımından məkan, ictimai məkanlar yoxdur və yenə dediyim kimi pul cəhətdən sərf edəcək. Bəli, mən həmişə o sualı verirəm ki, məsələn, bizim bilirik ki, gənclər səhər universitetə getdi, axşam nahar vaxtında evə qayıtmaq istəmirlər onların, çünki nahardan sonra başqa işləri olur, əlavə dərslərə gedirlər, hazırlıqlara gedirlər. Mən həmişə düşünürəm ki, nəyə görə gənclər çöldə, bayaq da xanımın qeyd etdiyi kimi 10 manat çərçivəsində yeməlidir. Xaricdə belədir ki, Menza adlanan
orqanlar var. Bunlar şəhərin müxtəlif nöqtələrində olur və taksi sürücüləri, tələbələr, ümumiyyətlə günü çöldə keçirən insanlara sağlam qida təklif edirlər və çox aşağı qiymətə. Bunlar bizim şəhərlərimizdə olmalıdır ki, insanlar sadəcə müəssisələrə üz tutub, yəni yüksək qiymətli yerlərdə yemək məcburiyyətində olmasınlar və yaxud da ki, qeyri-sağlam qidalara üz tutmasınlar. Bəli. Təşəkkür edirik Gülnar xanım. Həmişə belə gənclərin səsi olun. Çox sağ olun Nəzrin, bu vaxt ayırdınız, gəldiniz. Təşəkkürlər. Telefonumu yere çırpmışam, onun mektuplarını cırmışam, bütün kapkaşıkları kırmışam, ama hırsım soyumayıp gece deli kimi kışkırmışam, baltayla kadını sındırmışam, onun paltarını yandırmışam, ama hırsım hele soyumayıp. Aşkı sen çal yinen gördüğünü, benim ona nece sevdiğimi, o adamla kapat küstüğümü, danırsın aleme deli sazın. Aşkı sen çal yinen gördüğünü, benim ona nece sevdiğimi, o adamla kapat küstüğümü, danırsın aleme deli sazın. Gece gündüz pehri saklanmışam, kısa saçlarımı uzatmışam, dosttan tanıştan uzaklaşmışam, ama qədrim bilinmeyip, ona göre futbola bakmışam, özümü Messi'ye okşatmışam, uşak kimi dalınca kaçmışam, ama sonra beni pişman edip. Aşkı sen çal yinen gördüğünü, benim ona nece sevdiğimi, o adamla kapat küstüğümü, danırsın aleme deli sazın. Aşkı sen çal yinen gördüğünü, benim ona nece sevdiğimi, o adamla kapat küstüğümü, danırsın aleme deli sazın. Aşkı sen çal yinen gördüğünü, benim ona nece sevdiğimi, o adamla kapat küstüğümü, danırsın aleme deli sazın. Aşkı sen çal yinen gördüğünü, benim ona nece sevdiğimi, o adamla kapat küstüğümü, danırsın aleme deli sazın. Aşkı sen çal yinen gördüğünü, benim ona nece sevdiğimi, o adamla kapat küstüğümü, danırsın aleme deli sazın. İfaçı Emma qonağımızdır. Emma, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Bütün dəyərli izləyiciləri də salamlayıram. Biz təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Hər zaman. Emma, bir qədər əvvəl ifanızı eşitdik. İlk növbədə təşəkkür etmək istəyirik ifanıza Çox sağ görə. olun, Biraz minnətdaram. mahnının tarixçəsi barədə bizə məlumat verin, zəhmət olmasa. Mahnı əslində təxminən bir 2 il olar ki, artıq hazır idi. Bu günə qismət, bu ilə qismət idi. Çox maraqlı klip çəkilişimiz oldu. Sözü, bəstəsi Elnur Talıblıya aiddir. Aranjman da eyni zamanda. Maraqlı klipimiz oldu. Klipi Lənkəran şəhərində, Mamusta kəndində çəkdik. Çox belə əyləncəli, maraqlı kadrlar da çəkdik.
Belə Bugünkü mövzumuzla bir o qədər əlaqəli bir klipiniz var. Çünki biz verilişimizin birinci hissəsində şəhər salmadan danışmışıq. Bölgələrdə yaşamaqdan, şəhərdə yaşamaqdan, hər kəsin şəhərə toplaşmasından və s. Getdiniz çəkilişdə Lənkəranlısınız ümumiyyətlə? yox. Siz əcnə həm də meçisiz mən bildiyim qədərindən soyadınıza görə. Bəli, bəli. İlk dəfədir Lənkəranda olurdunuz. Bəli, amma çox gözəl Çox şəhərdir. gözəl. Yəni insanları da çox səmimi, çox gözəl insanlardır. Çox Necə sevdim. təəssüratlarla qayıtdınız? Necə fikirləşirsiniz? Bölgədə yaşaya bilərsiniz. Gənclər Çox bölgədə. pozitiv bir, yəni Ab-hava. ab-hava ilə qayıtdım. Yaşayardım. Əsə bir də orada səhnə olsa, yəni mən orada səhnə ala bilsəm 100% yaşaya bilərdim. Bəlkə də bəlkə. Təmiz hava, gözəl insanlar, nə bilim trafik yoxdur, çox rahatdır, hər bir şey. Yəni niyə də yaşamayım? Tıxaclardan bəhs elədiniz. Bakıda sizi başqa nələr sıxır tıxaclardan başqa? Ümumiyyətlə böyük şəhərdə yaşamağın mənfiləri nələrdir? Məsələn, böyük şəhərdə sevirəm mən, yəni o aktiv olur deyə. Özüm belə aktiv həyatı çox sevirəm deyə. Böyük şəhərdə ən çox mənə elə demək olar ki, tıxac narahat edir. Biraz belə Əslində- səbirsiz insanam. Əslində Bakıya çox da böyük şəhər demirlər. Adətən Bakı balacadır, hamı bir-birini tanıyır. Burada çox səmimi bir ab-hava var. Ən az bölgələr qədər. Məsələn, bölgələrdə, kiçik kəndlərdə necə deyirik ki, hə, burada hamı qonşulardır, hamı bir-birini tanıyır, isti münasibət var. Məncə o artıq Bakıda da elədir, yox? O məncə də, yəni belə baxmayaraq ki, mən özüm də artıq bir 10 il olar ki, Bakıda yaşayıram. Elə o nə qədər tanış var, nə qədər deyə bilərəm elə yaxın insanlar var ki, 2 addımdan bir elə qarşılaşırıq. Bəli, addım başı tanış adam görürsən. Yaxşıdır, məncə özünü yad hiss eləmirsən. Yox. Amma uşaqlığınızı burada yaşamamısınız. Yox. Təəssüf ki. Harda olub? Uşaqlığım Təbrizdə. Təbrizdə olub. Təbriz şəhərində bəli. Çox da yad bir yer deyil bizə. Bəli. Amma klipə qayıtmaq istəyirəm. Klipi Lənkəranda çəkmə ideyası necə yarandı ümumiyyətlə? Əslində çox xoş bir təsadüfdür bugünkü mövzuda bu klipi izləməyimiz, amma nəyə görə Lənkəranda çəkdiniz? Əslində belə zamanla baxanda, indiki zamanda yaşıllıq biz daha çox istəyirdik yaşıllıq olsun, görüntü olaraq da. Bir də əsas səbəblərdən biri də bizim Aşıq mahnımızda Aşıq aktyor da lazım idi bizə və nə gözəl ki, Emin bəy Təyyaroğlu elə bu klipdə də çəkildi Aşıq rolunda. Aşıq rolunda deyəndə elə aşıqdır da, yox? Yox, deyil. Aktyordur, Aktyor. Lənkəran şəhərində Dövlət Dram Teatrında elə işləyirlər özləri. Yəni bir əsas səbəb də Lənkəran şəhərində çəkilməsi elə Emin bəy oldu. Eyni zamanda da yenə də Lənkəran şəhərinin gözəlliyi. Amma sözlərlə klip nə qədər üst-üstə düşür. Biraz paradoks mən hiss elədim. Xüsusilə də sənin obrazında çox gözəl geyinmişdin. Rəngarəng, çılğın bir çəhrayı rəng idi, səhv eləmirəmsə. Bəli. Dəniz qızı kimi pul-pul mavi bir don var idi və yanında inək var, sağında otlar, solunda ağaclar. Biraz paradoksal idi. Bəlkə də elə o məqsədlə elə yəni geyimlər də sırf o məqsədlə hazırlanmışdı ki, o paradoks olsun. Kənd həyatı və biraz belə müasir şəhər qızı. Orada hətta belə fərqli şeyləri də mix elədik, biz qarışdırdıq. Birdən geyimdə qaloş olmamalı idi. Dedi qaloş olsun. Yəni o geyimdə də o qarışıqlığı biraz qatdıq. Fərqli geyimlər, biraz müasir paltar, amma ayaqqabı, qaloş. Əlbəttə ki, orada hündür dabanla gəzə bilməzdin sadəcə. Bizdə o da var. O da belə, elə bir təcrübə var. Sorğumuz var. Gənclərdən soruşmuşuq ki, şəhərdə yaşamağın ən böyük üstünlüyü nədir? Maraqlı cavablar var. Gəlin birlikdə izləyək. Şəhərdə yaşamağın ən böyük üstünlüyü nədir sizin üçün? Ən böyük üstünlüyü məncə nəqliyyat baxımından daha tez əlçatan olur. Həm xərclər baxımından daha biraz aşağı olur. Çünki nəqliyyatın ən çox sıx olduğu yerlər şəhərin mərkəzi olduğuna görə insanlar da ən çox metrodan istifadə edir. Metro da şəhərin mərkəzində yerləşdiyinə görə kənardan gəlib əlavə xərcin çıxmır. Həm o baxımından, həm də mərkəz daha gözəldir. Şəhərin gözəlliyi var. Mən düşünürəm ki, bu bizim Bakı şəhəri həqiqətən də çox gözəl bir şəhərdir. Çünki çoxlu gəzməyə yerlər, təzə məkanlar açılıb, tarixi abidələr, muzeylər var.
insanlar məsələn çoxlu sam triplər edə bilərlər. Məsələn, səhər saat 5-də məsələn durub velosipedlə Bakı İdman Su Sarayına gedərək tur ata bilərlər. Sonra turlara çıxa bilərlər, hansı ki göllər olsun, rayonlar olsun, Bakının ətrafında olanlar, Bakının ətrafında olan yerlər olsun. Mən düşünürəm ki, həm də Bakı tələbələri üçün bu çox unudulmaz olar. Şəhərdə yaşamanın üstünlüyü daha çox nəqliyyat baxımından yaxşıdır. Məsəl üçün əlinizin altında olur da universitetlərə və yaxud əyləncə mərkəzlərinə getmək üçün yaxındır. Bu cəhətdən yaxşıdır. Məsəl üçün başqa yerdə qalınırsa tıxac daha çox görünür. İlk olaraq vaxt cəhətdən çox böyük qənaət edirik. Sonra nəqliyyat cəhətdən hər yerə əl çatanlığımız olur. Çünki mən özüm də şəhər xarici yaşayıram. Məsələn, zaman cəhətdən mən universitetə çatmaq üçün ən azından 2 saat vaxt xərcləyirəm. Amma şəhərin mərkəzində qalmaq hər yerə əl çatanlığın olduğudur. Məsəl üçün universitetə gəlmək üçün yalnızca bir dənə metro istifadə edirsiniz ya da ki, digər ərazilərə çatmaq üçün daha qısa vaxt ərzində çata bilirik. İlk öncə təhsil müəssisəsi olan universitetə yaxın olmağı və belə deyim, yəni hər bir yerə yaxın olmağı, kinoteatrdır, muzeydir, yəni parklara yaxın olmağıdır. Yəni bunlar məncə ən üstün cəhətlərdən biridir. Mən özüm Sumqayıtda qalıram. Sumqayıtda qalmağın ən yaxşı cəhəti odur ki, tıxac yoxdur. Çox da gediş-gəliş rahat olur. Maşınlar çox olmur. Sadəcə bir dənə Bakıya gələndə biraz problem olur bizdə daha çox. Bir çox üstünlükləri var. Onlara misal olaraq da nəqliyyatı misal seçmək olar ki, əvvəllər hardansa getmək daha çətin idi. Niyə? Çünki tıxaclar çox olurdu və nəqliyyat əvvəlki kimi rahat və əlverişli deyildi. İndi metrolar, avtobuslar falan daha çox insanlar tərəfindən istifadə olunur və avtobus zolağı da əlavə olunduğuna görə tıxacsız hər yerə getmək olur. Ona görə də indi nəqliyyat cəhətdən çox üstünlükləri var. Emma, siz necə fikirləşirsiniz? Şəhərdə yaşamağın ən böyük üstünlükləri nələrdir? Şəhərdə yaşamağın ən böyük üstünlüyü mən öz adıma deyə bilərəm ki, imkanlar daha çoxdur, daha rahat bir çox şeyi əldə etmək olur qısa zamanda. Böyük şəhərdə, yəni Xüsusilə də gənclər üçün daha çox imkanlar var. Belə. Həmişə bunu eşidirik, belədir. Gələcək planlarınız arasında, hədəfləriniz arasında nələr var? Fəaliyyətinizi hansı istiqamətdə davam etdirəcəksiniz? Elə hal-hazırda olduğu kimi də bu formada klip çəkəcəm. İnşallah yeni mahnımız, yeni aranjmanda bir mahnı ifa edəcəyik. Onun klip çəkilişi yəqin ki, Bakıda olar. Bəsdir də, Bakıya qayıtın. Yəqin ki, amma yenə də bilmək olmaz. Asıllıq yarada bilər bu sizdə, rayonlarda çəkilişlər. Yaxşıdır. Çox qəşəngdir çünki. Bəhanəsilə bir gözəl şəhərlərimizi gəzib görürük. Mahnı Eldar Mansurovun mahnısıdır. Vahid Əziz sözləri ilə, bəli. Bayatılan mahnısı Brilliant xanımın ifasında dinləmişik. İndi nə xoş mənə ki, Eldar bəy mənim də ifa etməyimi istəyiblər bu mahnını. Yeni aranjmanla inşallah çox yaxın zamanda dəyərli dinləyicilərə təqdim edəcəyik. Çox gözəl təşəbbüs olacaq. Çünki ötən ildən etibarən, hətta düzdür, həmişə öz dövründə də kifayət qədər populyar olub bayatılar, amma ötən illərdə xüsusilə populyarlıq qazandı. Sosial şəbəkələrdə müxtəlif aranjmanlarla, amma inanırıq ki, sizin ifanızda, sizin səsinizdə daha da gözəlləşəcək. Təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Çox sağ olun. Çox sağ olun. Belə dostlar, bir buraxılışımızın da sonuna gəlib çatdıq. Bəs siz Bakının hansı ərazilərində vaxt keçirməyi sevirsiniz? Elə bu barədə və rəy və təkliflərinizi bizə sosial şəbəkələrdən yazmağı unutmayın. Sağ olun.